Şəhid övladları növbəti idman düşərgəsində olublar. Yaşad Fondunun Mingəçevirdə təşkil etdiyi düşərgəyə 11-15 yaş aralığında olan uşaqlar cəlb olunub. Onlar 4 gün ərzində idman məşqlərində və yarışlarda, eləcə də istirahət proqramlarında iştirak ediblər. Növbəti Yaşad İdman düşərgəsi Mingəçevirdə Kür Olimpiya Tədris İdman Mərkəzində təşkil edilib. Layihənin əsas məqsədi gənclərin hər tərəfli inkişafını təmin etməklə yanaşı, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, idmana marağı artırmaq, eyni zamanda asudə vaxtlarını səmərəli təşkil etməkdir. Su idman növlərinə marağı olan şəhid övladları buradadır. Onlar su idman növünün yaxından tanış olurlar, onu yaxından öyrənirlər. Eyni zamanda həmin idman növünün dərindən öyrənirlər. Ən azından bugünkü nəticə odur ki, onlar öyrəndiklərini bugün həvəskar səviyyədə həmin o qayıqları sürə bilirlər. Eyni zamanda burada yığma komandanın idmançıları ilə görüşüblər. Biz hesab edirik ki, bu cür sosial layihələr hər zaman mütəmadi şəkildə həyata keçirilməlidir. Layihə çərçivəsində iştirakçılar üçün Kür çayı üzərində gəmi ekskursiyası və xilasedici təlimlər təşkil olunub. Uşaqlara avar çəkmə haqqında məlumat verdik və turizm avar qayıqlarında avar çəkdilər. Bölgələrdən də uşaqlar var, Mingəçevir şəhərindən də uşaqlar var. Biz Mingəçevir şəhərində olanları dəvət elədik ki, ha vaxt istəyirsiniz, asudə vaxtınızda gəlin, avar çəkmə idmanı ilə məşğul olun. Biz qayıq sürməyi, üzüçülüyə getməyi, boks etməyi, futbola, gəmiyə minmək. Sağ olsunlar ki, biz şəhid övladlarını belə əyləncəli yerlərə gətirirlər. Qayıq yarışları olur, hər gün əyləncəli keçir. Buranın mənzərəsi çox qəşəngdir. Hər il belə bir şey olsa, hər il belə əyləncəli keçsə, qəşəng olardı. Daha sonra iştirakçılar avar çəkmə və kanoe üzrə milli yığmanın üzvləri ilə görüşərək bu idman növü ilə bağlı suallar veriblər. 4 gün davam edən düşərgənin sonunda iştirakçılar üçün istirahət və əyləncə proqramı təşkil olunub. Rəşidə Zülfüqarova, Devran Cəlloğlu, AzTV xəbər.